Qolları qaldır. Sən qollarını yuxarı qaldırır, gedir. Tam düşmə, qayıdarsan geri. Gedir və buradan qollar ağırlıq elədiyinə görə istər-istəməz qorxu yaranır. Sanki bütün ağırlıqla yapışacaq kimi yerə. Ona görə necə gedirik? Daha sağlam, daha güvənli getməkdən ötürü. Əllərini belinə al. Geriyə doğru büküldün. Öncə başdan bükülürsən. Baş, boyun, çiyin, sinəni qabağa doğru itələdin, tavana doğru itələ. Ahəstə. Öncə dizləri bükmədən, bükülə bildiyin qədər büküldün. Təkrar geri qayıt. Bir 5 dəfə bunu təkrar edirsən ki, biraz daha sinən açılsın. İndi gəl təkrar. Büküldün. Yavaş-yavaş dizlərini də bükməyə başlayırsan. Dizlərini qabağa verdin və ən sonda əllərini belindən ayırıb qoydun yerə. Ahəstə ol. İndi əllərin belində aldın. Ayaqlarını, bax, ayaq barmaqlarını biraz 45 dərəcə kimi yanlara aç. Düz qabağa baxmasın, yanlara baxsın. Təkrar büküldün geriyə. Öncə büküldün və dizlərini bükməyə baş. Dizlərini maksimum qabağa doğru verirsən. Bir əlin bu əl beldə qalsın, bu qalsın. O birisi əlini apardın, qoydun yerə. Çalışırsan bu dirsəyi bükməyəsən. Bu dirsəyi büksən, başın yerə dəyəcək. Yəni, əsas məsələ drop back-ə gedərkən dirsəyi bükməməkdir. Qulağın yanından uzanır qolların və sanki bir şey üstüvə gəlirmiş kimi itələyirsən yeri. O zaman başın yerə dəyməyəcək. Başının dəyməklə qorxursansa, ora bir döşəkçə qoya bilərsən, bir neçə dəfə o şəkildə gedə bilərsən. Amma məsələn, dərsdə tələbələrin ki, başı yerə dəyir, ki, başımız yerə dəydikcə ağıllanırıq da, başını qorumağa çalışırsan. Həmişə deyim, sanki üstünə bir şey gələndə necə verərsən bunu ki, gəlməsin. Belə elədikcə həmin o üstünə gələn bir şey gəlir, taxta gəlir başına, o saat dəyəcək. Onun üçün bu dirsəyi bükmək olmaz. Bu cür qalacaq. Bir dənə də get tək əllə. Mən heç bir müdaxilə eləməyəcəm. İnşallah başın dəyməz yerə. Dirsəyi bükməsən, heç də olan deyil. Buradan çanağını da sıxırsan. Çanağı sıxma, buraxma. Əlin belində sadəcə dirsəyini düz bir şəkildə qoy yerə. Aferin. Əla. Qəşəng.